Salam hörmətli həmkarlar, hər birinizi xoş gördük və bugün bizim ənənəvi olaraq həftənin 2-4 şənbə günləri üçün canlı yayınlarımıza başlayırıq və bugünkü mövzumuz məktəblərdə müxtəlif adlarla pul toplanması ilə bağlı məsələlərdir. Ümumiyyətlə, bu məsələlər nə vaxtdan başlayıb, kökü haradan gəlir, niyə məktəblərimizdə pul yığılmalıdır? Təlim-tərbiyə müəssisəsi niyə belə nüfuzdan düşməlidir? Bu məsələləri müzakirə eləmək istəyirəm sizlə bugün. Və sizdən də xahişim, canlı yayını bəyənin, paylaşın. Sonra dinləyənlər də paylaşsınlar və mən sizinlə birlikdə canlı yayını paylaşın və qruplarda ondan sonra sizinlə birlikdə müzakirə aparacaq. Siz də o vaxta qədər, bir neçə dəqiqə vaxt çəkəcək, siz də o vaxta qədər canlı yayını bəyənin, paylaşın və müzakirəmizə başlayacaq indi bir qədər sonra. Əvvəlcə Facebook qruplarında paylaşacağım. Ümumiyyətlə, necə baxırsınız? Məktəblərdə müxtəlif adlarla pul toplamaqların sayı bitmir. Biz başa düşürük, bu BSG, KSG ilə bağlı Nazirliyi nə qədər mübarizə aparsa da, nə qədər təminatlar versə də, bu sistem tam işləmir. Yəni, reallıq ondan ibarətdir ki, bir çox hallarda, bir çox məktəblərə təminatlar getsə də, bir çox məktəblərdə təminatlar yoxdur, yox səviyyəsindədir. Siz necə düşünürsünüz? Bu, belə deyək, məktəblərimizdə indi də sima ilə bağlı bir problem çıxır. Daha sonra ilin yekunu ilə bağlı hesabatlar bunun üçün ayrıca pullar yığılır ayrı-ayrı məktəblərdə. Bax, bu məsələlər bir qədər, kifayət qədər adamı düşündürməyə bilmir və nəyə görə bu pul yığımları olmalıdır? Niyə axı məktəblərimiz belə tanınmalıdır? Niyə? Bax, məsələ oradadır. Bizim bu yayımlarımızın bir də bildiyiniz kimi Elşən Qafarov demək qrupu var, YouTube kanalı var və oradan canlı yayımlar bitdikdən sonra həmin videolar orada yüklənir və sizinlə oradan da, yəni bu videoları burada tam izləyə bilməyən və yaxud da ki, izləyə bilməyənlər üçün Tam TV Elşən Qafarovun kanalına da baxmağınız tövsiyə olunur. Oradan istədiyiniz vaxt tam olaraq izləyə biləcəksiniz. Belə, mən artıq paylaşdım qruplarda və sonuncu paylaşımı da eləyim. Və istər YouTube kanalından, istər Facebook kanalından rast gəldikcə dediyimiz kimi bu daha çox müəllimlərə gedib çatması üçün təbii ki, sizdən də asılı olan qrupu, yəni videonu bəyənib paylaşmayınız xahiş olunur. Belə biz də susmayaq. Burada təhsil sahəsində olan problemlər elədir ki, hər birimiz öz mövqeyimizi bildirməliyik. Təhsil ümumilli işdir. Kiminsə xoşuna gəlməyəcək deyə bu şəkildə biz fikirlər, belə deyək, bu şəkildə susmağımız da doğru deyil. O baxımdan düşünürəm ki, bizim üçün əsas məsələ demək
təhsil sahəsində olan problemləri bir vətəndaş kimi, bir təhsil işçisi kimi mövqe bildirməli, mövqe qoymalıyıq ortaya. Siz təsəvvür edin, Azərbaycanda ümumi təhsildə 1.700.000 şagird oxuyur. Bu balaca bir rəqəm deyil. Nəzərə alsaq ki, hər uşağın ailəsində bir 4 nəfər ən azı demək şəxs var və nəticə etibarı ilə bu ortalama bir 7 milyona yaxın şəxs deməkdir. Ölkədə də 11 milyona yaxın əhali olduğunu nəzərə alsaq, belə çıxır ki, bizdə hər 10 nəfərdən ən azı 6-7 nəfər demək ümumi təhsillə bağlı insandır. Ümumi təhsil sıradan bir sahədir və əhatəliyinə görə ən böyük təhsil pilləsidir. Və ona görə də ümumi təhsildə baş verənlər elə ümumilikdə bütün təhsil sistemində baş verir. Biz ümumi təhsil müəssisələrini həmişə demişik ki, təlim-tərbiyə müəssisəsidir və ümumi təhsil müəssisəsində baş verənlərin əsas müsbət tərəfi həmişə cəmiyyətin formalaşması olur. Qanunvericiliyə də baxsanız, istər təhsilin məqsədi, istər ümumi təhsilin məqsədi Azərbaycan Respublikası qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına, demokratiya prinsiplərinə sadiq olan və ən əsası isə Azərbaycansız və vətənpərvərlik ruhunda böyüyən, müstəqil düşünməyi bacaran, sağlam həyat tərzi sürən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Yəni, ilk məqsəd budur. Amma bugün təhsil alanların, şagirdlərin gözü qarşısında məktəbdə baş verənlər, təbii ki, onlar uşaq deyirlər və təbii ki, ən böyük problem bizim hal-hazırki vəziyyətdə ümumi təhsil məktəblərimizdə bugünkü reallığın bir kökü də məhz bugün ümumi təhsildə baş verənlərdir. Bax, təsəvvür edin, bugün valideynlər 10 il, 15 il bundan qabaqki bizim şagirdlərimizdir. Və onların məktəbdə aldığı travma, istər pul yığmalara görə, sən pul verə bilmirsənsə, ikinci dərəcəli şagirdsən. Sən bugün hədiyyə gətirə bilmirsənsə, ikinci dərəcəli şagirdsən. Sən bugün summativ pulu verə bilmirsənsə, ikinci dərəcəli şəxssən deyə yanaşmalarımızın nəticəsidir ki, o uşaqların məktəb həyatında aldığı travmalar nəticə etibarı ilə bugün Azərbaycanda valideynlərin ümumi təhsilə olan aqressiv davranışına gətirib çıxardı. Canlı yayımı paylaşın yoldaşlar arasında və bir yerdə müzakirə edək. Və nəticə etibarı ilə biz bugün nəyi görürük? Biz bugün görürük ki, bugün valideynlər məktəbə və müəllimə qarşı aqressiv davranır. Hansı valideynlərdir? Təkrar edirəm, 10 il, 15 il bundan qabaq məzun etdiyimiz şəxslərdir. Və biz də dayanmaq istəmirik. Təsəvvür edirsiniz, bugün ölkənin təhsil naziri açıq şəkildə bəyan edir ki, ümumi təhsil məktəblərində pul toplanmalıdır. Açıq şəkildə ayrı-ayrı, deyək ki, olimpiyada və yaxud da digər məsələlərlə bağlı pul toplanılır. Məktəblərimizin bir hissəsinə kağız verilir, amma yaxşı bu printer hardandır? Rəng, printerlərin bilirsiniz, o barabanlar var orada, bir dəfə kartrizlərin dəyişməsi, ikinci dəfə hökmən baraban dəyişməlidir. Və bunları hardan gəlsin? Bir kağızla həll olunurmu məsələ? Və məktəblərdə nəyə görə, qiymətləndirməyə görə pullar toplanmalıdır? Təhsilin tərifinə baxsaq, açıq şəkildə görürük ki, təhsil nədir? Təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi və nəticəsidir. Niyə deyirik biz sistemləşdirilmiş? Çünki təhsil dövlət standartları əsasında həyata keçirilir. Dövlət standartlarını Nazirlər Kabineti qəbul edir. Bəli, ümumi təhsilin bütün təhsil pillələrinin dövlət standartları var. Və bu dövlət standartlarını, yəni ümumi təhsillə bağlı sonuncu dəfə dövlət standartı qəbul edilib 29 sentyabr 2020-ci ildə Nazirlər Kabinetinin 361 sayılı qərarı ilə. Qəbul.
Amma dövlət standartlarına uyğun olaraq təhsil proqramları, kurikulumlar qəbul olunmalıdır. Kurikulumları isə, təhsil proqramlarını isə Elm və Təhsil Nazirliyi təsdiq edir. Və 5 ildən sonra bizim cəmi 4 fənn üzrə 2 gündən qabaq Təhsil Nazirliyinin yadına düşdü ki, 5 ildir ümumi təhsil üzrə dövlət standartı qəbul olunub, təhsil proqramları qəbul olunmuyor. Və onu da 5 fənn üzrə qəbul elədi. Yerdə qalan fənlər təhsilin idarə edilməsi belə olarmı? 2-3 ayda bir briefingə çıxıb artist gülməklə deyil və yaxud da bir şey atmaqla deyil və təhsil camiyyəsinin barmağında dolamaqla deyil. Emin Əmrullayev görmür Azərbaycan məktəblərində nələr baş verir. Emin Əmrullayevin yaratdığı sistemdir ki, məktəblərimiz aylarla, illərlə direktorsuz, müavinsizdir. Emin Əmrullayev görmür ki, sentyabrdan müəllim olmayan məktəblərimizə noyabr, dekabr, yanvar, hətta fevralda müəllim göndərilir. Və bunun əvəzində neyinir? Bütün sistem imtahan keçirməklədir. Və keçən görüşümüzdə dedi, rotasiyalar. Halbuki bir kadrın bir yerdə oturmasını keçən dəfə izah elədik. Azı 4-5 il olmalıdır özünü doğrultmaq üçün. Niyə 2 ildən bir sən rotasiya keçirdirsən? Çünki kadr özünü orada tapa bilmir. Hər dəfədə onun ən azı 1 il tanıtım dövrüdür. 1 il tanıtım özünü orada iş yerine tanımasıdır. 2-3-cü illərdəki sistemi qaydaya qoymasıdır. Var mı belə bir şey? Yoxdur. Yəni sistem işə düşməsin. Bugün ümumi təhsilin idarə olması ilə bağlı hüquqi normativ sənədlər yoxdur. Bugün tərbiyə sistemi ilə bağlı məktəblərdə görüləcək işlər sıfırdan aşağı səviyyədə. Bugün Azərbaycan məktəbində tərbiyə işinin əsasını təşkil edən psixoloji iş sıfırın altındadır. Siz təsəvvür edirsiniz, Azərbaycanda sinif rəhbərliyinin əsaslanması 2009-cu ildə qəbul edilib və 16 ildir. Sistem və baxışlar nə qədər dəyişib? Sinif rəhbərliyinin əsaslanması yoxdur. İndi gizlin sinif rəhbərliyinin əsaslanmasını işləyirlər. Niyə açığa çıxartmırsan? Niyə təhsil mütəxəssislərlə bunu müzakirə eləmirsiniz? Niyə məktəblərə göndərmirsiniz? Ay sinif rəhbərləri, ay məktəb direktorları, ay təşkilatçılar. Siz bu sinif rəhbərlərlə işləyəcəksiniz. Hansı fikir təklifləriniz var? Oğrun gizlin sənəd qəbul eləmək sonu odur ki, ümumi təhsil məktəblərində şagirdlərin davranış qaydalarını təsdiq elədi. Yadınıza gəlirsə əgər. Nə idi orada sistem? Şagirdlər özünü düzgün aparmayan və yaxud da qaydaları pozan şagirdlərə qırmızı məktub göndərəcəklər valideynlərinə. Mən bilmirəm Emin Əmrullayevin qırmızıya həvəsi hardandır. Bu qırmızı rəngə bağlılığı hardandır. Amma onu bilirəm ki, bugün Azərbaycan məktəblərində tərbiyə sistemi darmadağın edilir. Və niyə axı təhsil mütəxəssislərdən bunlar qorxurlar, üzbəyiz oturmaqdan qorxurlar? Əgər sinif rəhbəri haqqında əsaslama yaradacaqsansa, niyə bunu təşkilatçılarla? Mən sizə bir nümunə göstəreyim. Demək, 2024-cü ilin avqustunda Qazaxstanda təhsil təcrübəsini öyrənməyə getmişdik. Orada Əl-Fərabi adına məktəbdənkənar təhsil müəssisəsi vardı. Həmin məktəbdənkənar təhsil müəssisəsi üzrə, bütün Qazaxstan üzrə, yəni Qazaxstan 19 vilayətdən bir də Almatı ayrıca statuslu ərazidir də, vahidlidir. Bütün ərazilərdən, o cümlədən də Almatıdan, 20 inzibatı vahidlikdən, bütün məktəblərdən təşkilatçı müavinlər, yəni orada tərbiyə işləri üzrə direktor müavinləri çağırılmışdı. Ayrı-ayrı qruplara bölünmüşdü. Ölkənin tərbiyə konsepsiyasına əlavə dəyişiklik edilməsi ilə bağlı prezidentin sərəncamına uyğun olaraq təkliflər hazırlayırdılar. Təkrar edirəm, bu təklifləri tərbiyə işləri üzrə direktor müavinləri hazırlayırdılar. Çünki tərbiyə təhsildə məhz tərbiyə işləri üzrə direktor müavini təşkilatçıların üzərindədir.
Biz nə edirik? Məktəbin bütün tərbiyə sistemini çiynində daşıyan tərbiyə işləri üzrə direktor müavinə yox. Sən müavin deyilsən, təşkilatçısan. Bir, onların əlavələr onlara şamil olunmur. İki, statusları aşağı salınır. Biz məktəb psixoloqlarını əlinə vərəq vermişik ki, get davamiyyəti yoxla. Biz məktəb direktorlarını E-zəbər E-dən B-zəbər E-yə qədər bütün imtahanları aparırıq. Məktəbdə psixoloji işi necə təşkil eləmək lazımdır? Məktəblərdə müxtəlif situasiyalarda necə qərar qəbul etmək lazımdır? Məktəbdə tərbiyə işini necə təşkil etmək lazımdır? Məktəbdə tədrisin keyfiyyətini necə idarə etmək lazımdır? Ümumiyyətlə metodiki işi necə təşkil etmək lazımdır? Biz bunları qoyuruq kənara və yalançı bir, nə bilim, liderlik və idarə etmə, nə bilim, filan ağzına gələn sualları qoyuruq, bu sualları kimə hazırlayır? Bu sistemdir. Əmrullah bilmirəm, ağlı başındadır, ya həmin gecə səhərəcən pupdan çıxmamışdı, nə idisə. Axırıncı briefingdə dedi ki, sertifikasiya nəticələri nəzərə alınacaq. Direktor imtahanları doldurdu, iyundakı sertifikasiyanı gözləyirlər. Mən deyəndə ki, bu adamın ağlı yerində deyil, psixoloji problemi var. Və yaxud da ki, Sorosdan aldığı o pulların hesabına, aldığı tapşırıq hesabına Azərbaycan cəmiyyətini dağıtmaqla məşğuldur. Məktəblər rəhbərsiz qalıb. 2-3 gün bundan qabaq pul yığma ilə bağlı, Dəlməmmədli məktəbində pul yığılması ilə bağlı bir video paylaşılmışdı. Açıq şəkildən burada görünür ki, siyahı qoyulub qabağa, burada summativlər və sima, nə bilim filan, hesabat və s. bu kimi pullar yığılır. Gəncə Daşkəsən Regional Təhsil İdarəsi elan verir ki, biz hələ araşdırırıq. Adama deyərlər ki, gözün görmür sənin. Elə bir də mənim paylaşımda 70 min adam baxır buna. 150 min təhsil işçinin 70 mini bir paylaşımda baxır. Və bu nəyin haqq qazandırmağıdır? Üzür yerinə gedəcəkdik, pul yığdıq. Maşın tutacaqdıq, pul yığırdıq və s. və s. Bu, bilirsiniz, iyrənc addımlardır. Mən məktəb direktorunu qınamıram. Neynəməlidir? 871 manat əmək haqqısıdır. Onun da verginin adı çıxandan sonra orada qaldı 670-680 manat. Bu ailə saxlasın rayon yerində, yoxsa printerləri təmir eləsin, yoxsa demək, nə bilim, kartrijləri doldursun, kağız alsın. Neynəməlidir məktəb direktoru? Yaxşı, eləsi var ki, məktəb direktoru gəlir, qapıya dayanır, kağızı verdiniz, bəs bunun printeri, bunun rəngi, bunun texniki qulluğu. Bu qədər böyük çətindir ki, bu qiymətləndirməni bir dəfəlik dayandır ginəndə. Daha az çatan bir qiymətləndirmə vasitəsi ilə. Bu qədər mi çətindir? Və bu kağız dövlətə neçəyə başa gəlir? Bazarda açıq, bazarda 5 manata, 5 manat 50 qəpiyə olan bu kağız qaimədə baxın, görün, dövlətə neçəyə başa gəlir? Dövlətin vəsaiti bu qədər niyə havaya sovrulmalıdır? Heç bir mənası da yox. Bugün ümumi məktəblərimizdə bu qədər imtahanlar keçirilir. Hələ üstə gəl bir də olimpiyadalar. Əgər Emin Əmrullayev doğrudan da bu qədər olimpiyada xəstəsidirsə, mən ona sual verirəm. Necə ola bilir ki, təhsilin inkişafı üzrə dövlət strategiyasının 3-cü istiqaməti üzrə müəyyən olmuş hədəf və tədbirlərin içərisində istedadlı uşaqlarla işləməyin metodologiyasını hazırlamalıdır. Şəriki Elnur Əliyevi qoyub bura, bütün günü dövlətin büdcəsini gəmirirlər. İşləri ancaq kadr
ancaq təyinat, ancaq layihələr, ancaq təlim adı ilə dövlətin təhsil büdcəsini gəmirməklə məşğuldur adam. Necə ola bilir ki, sən təhsil institutu, sənin işin ölkədə yeganə elmi tədqiqat institutusan, necə ola bilir ki, istedadlı uşaqlarla iş metodologiyasını illərdir qoya bilmirsiniz? Təhsil inkişafı üzrə dövlət strategiyası 2013-cü ildə qəbul olundu. 2015-ci ildə də tədbirlər planı qəbul olundu. Niyə Azərbaycanda istedadlı uşaqlarla işləyən istedadlı uşaqların iş metodologiyası yoxdur? Niyə 46 ali təhsil müəssisəsinin 23-də pedaqoji kadr hazırlığı həyata keçirilir? Necə olur ki, bu gələcəyin pedaqoqlarına istedadlı uşaqlarla iş metodologiyası öyrədilmiş? Necə ola bilir ki, bugün 21-ci əsrdir, hər yan İKT, hər yan rəqəmsallaşma və s. Necə ola bilir ki, normal bir informasiya resursları yoxdur ki, müəllim baxsın oradan görsün ki, hansı tip uşağına necə işi qurmaq lazımdır. Gəl 4252 məktəbdən və 150 min müəllimdən bu məktəblərin neçəsinin rəhbəri və yaxud da 150 min müəllimdən neçəsi istedadlı uşaqlar üçün fərdi inkişaf planları hazırlaya bilir? Nə böyük şeydir bunları hazırlamaq. Nə böyük şeydir hazırlamaq. Adamın, mən deyəndə ki, Əmrullayevin təhsilin tırsından xəbəri yoxdur bu insan. Bu insan Azərbaycan cəmiyyətini dağıtmaq, Azərbaycan cəmiyyətində sünni narazılıq yaratmaq missiyasını üzərinə götürür və missiyasını da çox uğurla həyata keçirir. Necə ola bilir ki, biz hamımız yaxşı bilirik ki, bugünkü sertifikasiya illərlə həyata keçirilmədiyinə görə, yəni lazım olan peşəkarlığı ölçmək həddində deyil. Hələ keçən əsrin ortalarında, bir 75 il bundan qabaq, 70 il bundan qabaq, hamı bilirdi ki, qabaqcı müəllimləri, aparıcı müəllimləri direktor verdilər, gördülər ki, sistem o deyil. Əgər sən sertifikasiyanın nəticələrinə görə direktorla işə qəbul imtahanı keçirəcəksənsə, onda direktorların müavinlə işə qəbul imtahanı ləğv elə. Sertifikasiyadan 50+ toplayanları verginən də. Bugün gəl, bax, gör, sertifikasiyadan 50+ toplayanların neçəsi məktəbi yoxu bir sinifi idarə etmək qabiliyyətindədir. Sənə lupa lazım deyil ki, bax ki, də sertifikasiya keçirilən otaqlarda nizam-intizam nə dərəcədə təşkil olunur? Birində təşkil olunur, birində yox. Birində təşkil olunur, birində yox. Necə ola bilir ki, ölkənin təhsil siyasətini həyata keçirən Mərkəzi İcra Hakimiyyəti orqanı, hansı ki, bir nömrəli vəzifəsi təhsil müəssisələrinə elmi metodik təşkilatı dəstəyi göstərməkdir, oturub Dövlət İmtahan Mərkəzinin funksiyasını yerinə yetirir. Oturub QET-in funksiyasını yerinə yetirir. Oturub bir kurs və yaxud da əlavə təhsil mərkəzinin funksiyasını yerinə yetirir. Məyər bununla təhsili idarə etmək mümkün? Necə ola bilir ki, məktəbin direktoru, illərlə məktəblər direktorsuz qalsın? Necə ola bilir ki, illərlə məktəblərin müavin yerləri yoxdur? Yəni, ştatlar vakantdır. Vəzifələr hərraca çıxarılır. Niyə Elnur Əliyevin özünün parametrlərinə uyğun olaraq rayon regional təhsil idarəsinin müdürləri və yaxud da sektor müdürləri təyin olunmalıdır? Kimdir Elnur Əliyev? Adamın normal ünsiyyət bacarığı yoxdur. İnsana baxırsan, bu adam psixoloji xəstədir. Yəni, bu insanla bir dəfə də ünsiyyətdə olan, bir dənə işi odur ki, Emin Əmrullayevi yamsıdır, ya bunu klonudur. Adamın normal ünsiyyət saxlamaq bacarığı yoxdur.
hansı parametrlərinə görə, hansı bacarıqlarına görə, hansı əldə etdiyi nailiyyətlərinə görə insan ölkədə yeganə elmi təhqiqat institutu olan Təhsil İnstitutu rəhbəridir. Və elmi təhqiqat institutu deyilən Təhsil İnstitutu görsənsin ki, istər Emin Əmrullayevin vaxtında, istərsə də bunun şəriki Elnur Əliyevin vaxtında hansı pedaqoji sahədə elmi təhqiqatlar aparılır? Heç nə yox, bir dənə sualıma cavab versinlər. Əvvəl deyirdim, mən şərəfi ləyaqəti varsa, görürəm ki, belə şeylərdən uzaqdırlar adamlar. Bir sualıma cavab versinlər. Necə ola bilir ki, sən ölkədə ən azı burnundan gəlsin, ilə ən azı 2-3 milyon təkcə kengurdan pul yığırsan və bu qədər ödənişli və ödənişsiz, o ödənişsiz də dövlət büdcəsindən istifadə olunur da. Ki, bu qədər olimpiyadalar keçirirsən, necə ola bilir ki, ölkədə istedadlı uşaqlarla iş metodologiyası yoxdur? Nə böyük şeydir. Ölkənin Təhsil İnstitutu oturub, dərs dinləmə vərəqi hazırlayır. Gülüncdür bu, absurddur bu. Bu insanlar psixoloji xəstədirlər. Ölkənin elmi təhqiqat institutu oturub, pedaqoqlara bir sual verin. Dərs dinləmə vərəqi hazırlayır. Hansı ki, dərs dinləmə məktəb daxili nəzarətdə keçən əsrin 70-ci illərin sonundan yığışdırılıb. Fərqli yanaşmalar var. 21-ci əsrdir. Və necə ola bilir ki, istedadlı uşaqların bir fərdi inkişaf planını hazırlamaq nə qədər böyük zülümdür, nə qədər böyük əziyyətdir. Dəyərli izləyicilər, qorxmayın, bəyənin, paylaşın. Yəni, bu sorusun tör-töküntüləri ölkə cəmiyyətini dağıtmaqla məşğuldur. Bugün Azərbaycan dövlətinin sərvətləri və Azərbaycan vətəndaşının verdiyi vergilər hesabına formalaşan təhsil büdcəsini adam LGBT və feministlərin QHT-lərinə 100 minlərlə qrant ayırır. Amma bir Azərbaycan müəllimi ucqarda bir dərsi əvəz eləyir. Onun əvəzəyi o 5 manat, 10 manat, 20 manat, 30 manat üçün aylarla süründürürlər vəzən vermirlər. Mən bilmirəm, yenə deyirəm, bunun bu LGBT-yə nə həvəsi var, nə marağı var, nə bağlılığı var. Amma Azərbaycan müəlliminə də zülm eləmək olmaz. Azərbaycan təhsilində bu dərəcədə bərbad hala salmaq olmaz. Hansı sahəyə baxsan boşluqdur. Və bilərəkdən cəmiyyəti labirintə sürükləyir. Və biz də vəzifədədirsə, bu adam buna hər şey olar deyə, nə bilim, biri cənab, biri o birisi, biri nə bilim, Əlahəzrət, biri Həzrət deyə müraciət edir. İnsanın danışığına baxırsan, bu insan sırf Şeyx Nəsrullah kimi bu adam başdan ayağı fırıldaqdır. Bu adamın işi ancaq dolamaqdır. Bir jurnalist ona dedi ki, siz hər şeydən danışırsınız, amma heç nə danışmırsınız. Artıq maskası yırtılıb. Əmrullayevin konkret maskası yırtılıb. Artıq nə aldada bilir. Göz qabağındadır hər şey. Göz qabağındadır hər şey. Necə ola bilir ki? Bütün hər şey pul silmələr üzərindədir. Bütün hər şey pul silmələr üzərindədir. Bunun məddəsi bu boyda yekədir. Bu boyda ancaq nə qədər gəmirər bu? Kimə baxsan narazıdır. Təhsil alan narazıdır. Təhsil verən narazıdır. İdarə edici narazıdır. Valideyn narazıdır. Yaxşı, nə adla təhsildə hansı inkişafdan danışırıq? Hansı islahatdan danışırıq? Necə ola bilir ki, ölkənin bir qrupu gedib vergi verəcək, bir hissəsi canını verəcək,
Bir hissəsi övladını qurban verəcək. Və sonrasını yetişdirdiyi 200 nəfər də gəlib bu həm malını, dövlətin malını dağıdacaq, həm tərbiyə sistemini dağıdacaq, həm də təhsil sistemini dağıdacaq. Adını da qoyacaq ki, mən islahat apardım. Hansı islahatdan danışır? Kadrların yer dəyişməsi, kadrların təyinatı, yalancı təlimlər, yalancı layihələr nə vaxtdan islahat olur? Necə ola bilir ki, deyək ki, nazirlikdə 5, 10, 15 layiqli kadr var. Bir də Emin Əmrullayev və Elnur Əliyevin o bandit qruplaşmasının üzvləri var. Əksəriyyəti də xanımlardır. Bir hissəsi də LGBT-çidir, bir hissəsi də feministdir. Yəni, özü əqidəsində, özünə oxşayan insanları yığıb ətrafına danışanda adam məhtəl qalır. Necə ola bilər? Sən görürsən ki, 5 il təhsilin üstünə, hələ təhsil nazirliyində deyək ki, işlədiyin dövrü demirəm, 5 il təhsilin üstü, 5 ildə nazirsin. Son 10 ilin əsas funksionel şəxslərdən biri. Bu qiymətləndirmə sistemi getmir Azərbaycanda. Nə valideyn övladının gündəlik təlim nailiyyətlərindən məlumatlıdır. Nə müəllim öyrənə bildi bu formativ qiymətləndirmə nədir. Halbuki 17 ildir tətbiq olunur. Nə də uşaq bunu, nə qədər stres olar? Yenə hansısa bir yuxusuz gecənin səhərsi qərar qəbul edib. 4-cü siniflərdə monitoring keçirəcək. Regionallar da çağırırlar 4-cü sinif müəllimlərini ki, ay cəmaət, kimin nəticələri aşağı oldu? Kimin nəticələri aşağı oldu, 4-cü sinif müəllimlərini çıxardacaq. Bu insan, bilirsiniz, güzgüdə baxır özünə, o pişir özünü baxıb şir görən kimi. Yəni, Azərbaycan qanunları yəni, o qədər də tapdalanan deyil. Hə, müəllimlərin psixologiyası elədir ki, hüququnu tanımır, hüququnu bilmir. Ona görə istədiyini bu müəllimlərin başında eləyə bilirsən. Amma sən kimi cəza verir ki, sən deyək ki, müəllimin monitoringi nəticəsinə görə. Əgər zərrə qədər təhsildən anlayışın varsa, istər sən Əmrullayev, istərsə də sənin o şərikin, həm xasiyyətin, həm xarakterin, can dostun, əqidə yoldaşın, Elnur Əliyev. Siz bilməlisiniz ki, indi bu təhsil büdcəsini belə gəmirib dağıdırsınız. Siz bilməlisiniz ki, şagirdin aldığı hər bir qiymət, bu təkcə şagirdin qiyməti deyil. Bu, təhsil proqramlarının əlçatanlığının qiymətidir. Bu, təhsil müəssisəsinin idarə edilməsinin qiymətidir. Bu, təhsil sisteminin qiymətidir. Eyni zamanda Əmrullayev, sənin ikindir bu. Şagirdin ikisinə görə müəllim niyə işdən çıxmalıdır? Bəxtiniz gətirib ki, Azərbaycan müəllimi öz hüququnu böyük hallarda müdafiə edə bilmir. Halbuki, müəllimin vəzifəsi öz hüquqlarını bilən, digər insan hüquqları və demokratiya prinsiplərinə hörmətlə yanaşan şəxsiyyət və vətəndaş yetişdirməkdir. Öz hüququnu bilməyən adamın yetişdirdiyi şəxsiyyət vətəndaş necə olacaq? Bəxtiniz gətirib ki, Azərbaycan müəllimi şəxsi hüquqları cəhətdən savadsızdır. Və hamı fikirləşir ki, müəllim olaraq mən riyaziyyatda 5 dənə tənlik həll edə bilirəmsə, yaxşı riyaziyyat müəllimi. Mənim yanıma 10 nəfər gəlirsə, yaxşı müəllim. Siz belə dövrə düşünürsünüz. Və bütün müəllimlər əl-ayaqdadır, qorxurlar, ay amma mənim filan müəllimin, şagirdin aldığı 2 təhsil sisteminin ikisidir və birbaşa sənin aldığın ortasına yazdası 2-dir. Sən təhsil sisteminə gələn gündən təhsil sistemi bazara çevirmişsən. Ancaq layihələr, ancaq imtahanlar, ancaq təlimlər və bununla da ancaq iş, güc
Büdcə uğurluqlarıdır, pulu uğurluğudur bu. Yəni bu ancaq fırıldaqla məşğul. Zaman olacaq, bütün əməllərin üstü açılacaq. Sən nəinki təhsil naziri, ümumiyyətlə təhsilə yad bir adamsın. Hə, Uzağı Source fondunu maliyyələşdirdi, qeyri-hökumət təşkilatlarında təlimçi olub əcdadın sorusu tərifləyə bilərsən. Onun qoyduğu ideyaları Azərbaycanda yaymaq istəyərsən, yaya bilməzsən. Amma sən təhsillə heç bir bağlılığın yoxdur. Və təhsillə bağlı qəbul etdiyin qərarlar da ətrafında da təhsil adamı yoxdur. Və necə oldu sən gəldin təhsil naziri oldun, özün yaxşı bilirsən. Və bu dövlətin çörəyin, belə deyək, haramzada kimi, haram vuran insanlar və sənin kimilər zaman-zaman cəzasını aldı. Yəni, cənab prezident orada təyin eləməyib, ölkədə sünni narazılıq yaradasan. Cəmiyyətdə sünni narazılıq yaradasan. Cənab prezident təyin etdi ki, ölkənin təhsil siyasətini yerinə yetirəsən. Gəlmişdən, keçmişdən də heç bir təhsil nazirinə bu qədər səlahiyyət verilmir. Heç Mikayıl Cabbarovun da bu qədər səlahiyyət olmuyor. Nə istəyirsən, eləyirsən. Özünü də yazıq görkəmdə güya aparırsan ki, səni işləməyə qoymurlar. Yalandır, artistlik edirsən. Azərbaycan istər müstəqillik dövründə, istərsə də Sovet dövründə heç bir təhsil nazirinin bu qədər səlahiyyətli olmuyor. Bəlkə digər hal-hazırki nazirlər içərisində heç kimə bu qədər səlahiyyət verilmir. Və bundan sui-istifadə edib Azərbaycan cəmiyyətini dağıtmaq, sünni narazılıqlar yaratmaq, sosial narazılıqlar yaratmaq və billah ki, təhsil sahəsində, ziyalılar arasında və bu Azərbaycan dövlətinə xəyanət yoludur. Xəyanət yoludur. Mən açıq deyirəm buradan. Mən bilirəm ki, bu videolara baxırsın. Zərrə qədər şərəfin, ləyaqətin varsa əgər, çıx debata. Çıx debata deyinən ki, bax, bu son illərdə aparmış, bu islahatlar adı ilə aparmış dağıdıcı əməllərin filan nəticəsi olur. Amma bizə də orada imkan, mənə də imkan verin ki, deyim ki, yalan deyirsən. Sənin işin Azərbaycan cəmiyyətində sosial narazılıq yaratmaqdır. Sənin işin Azərbaycan cəmiyyətini dağıtmaqdan ibarətdir. Sənin işin cənab prezidentin göstərdiyi etimaddan sui-istifadə eləməkdir. Və sənin kimilər də zaman-zaman olub cəzasını alıblar. Hələ də içəridə cəzasını alanlar var. Sənin də növbən gələcək. Uzaqda deyil o gün. Bilərəkdən təhsil sistemini dağıtmaq təhsil cəmiyyətinin təməlidir. Dövlətin ən strateji sahəsidir. Ən strateji. Müdafiə, təhlükəsizlik, ondan sonra təhsil gəlir. Bəlkə də ən birinci sahəsidir. Əmrullayev kimi təsadüfi adamın bugün təhsil sistemində olması və təhsil sistemi vasitəsilə Azərbaycan cəmiyyətinin təməlini zəhərləməsi, zamanla oxuduğu, pulları ilə oxuduğu qüvvələrin onlardan aldığı tapşırıqla Azərbaycan cəmiyyətinin təməlini dağıtması bu bağışlanmazdır. Və Azərbaycan dövləti sənin fikirləşdiyin və sən ki, o soğuz kimlərinin qucağına düşdüyün gündən qat-qat qüvvətlidir. Və inanıram, hər bir addımdan, aldığın nəfəsdən də, səni yetişdirənlər də, bunların bütün əməllərindən hər kəsin öz yerində, vaxtında xəbəri var və hər kəsin öz vaxtı var. Sənin də vaxtı var çox qanlı. Amma bütün bunların içərisində, yəni, bıçaq sümüyə dirənən kimi bilərəkdən biraz da vaxtının çatdığını bilirsən, daha çox dağıdıcı mövqedə durmaq ən azı Allahsızlıqdır. Zaten vətənini satan insanın Allahı da olmur, imanı da olmur. Və mən düşünürəm ki, gec-tez Azərbaycan cəmiyyətində demək, gec-tez Azərbaycan cəmiyyətində və bütün çirkin əməllər üstü açılacaq. Yəni, belə getməyəcək. Yəni, bunu biləsiniz. Və digər bir tərəfdən keçək sizin rəylərinizə və demək, keçək sizin rəylərinizə
Aha. Buradan rəylərdə yazırlar. Goranboy Dəlməmmədi məktəbində pul yığma ilə bağlı. O Ceyhun müəllimə mənim hörmətim və hər bir şəxsə mənim. Məsələn, Emin Əmrullayev doğrudan da Azərbaycan cəmiyyətinə düşmən mövqeyidir. İndi Dəlməmmədi məktəbində o Ceyhun müəllim orada ağac əkir, yoldaşların köməyi ilə, müəyyən işlər görür və s. Yəni bununla işimiz yoxdur. Amma məsələ Ceyhun müəllimdə deyil ki. Biz demirik ki, Ceyhun müəllim orada pul yığır. Niyə bu məktəbdə katrizlər üçün texniki qulluq yoxdur? Ölkənin neçə dənə belə məktəbi var? Biz deyirik ki, bu qiymətləndirmə sistemi dəyişsin. Dövlətin büdcəsinə də ziyan olur. Müəllimin nüfuzuna ziyan olur. Siz təsəvvür edirsinizmi? Azərbaycan məktəbinin, Azərbaycan müəlliminin nüfuzu nə vaxt aşağı düşdü? 2008-ci ildən bu qiymətləndirmə tətbiq olunanlar. Biz müəllimin ay yemək yemir, ay müəllim yatmır, ay müəllim necə düşünür, neynir filan edir. Bunu düşünə bilmir, təsəvvürümüzə gətirə bilmirdi və həmin müəllimi bir anlıq gətirdi, 20 qəpik gətir, sənə qiymət keçirdəcəm, qiymətləndirmə keçirdəcəm. 20 qəpik gətir, sənə 10 qəpik gətir, sənə qiymətləndirmə keçirdəcəm. Bizim vaxtımızda yazı işi, yoxlama yazı işi dəftərlərini bir çox hallarda müəllimlər özləri alıb qoyurdu və məktəblərə verilən dəftərlər içərisində seçilirdi ki, uşağa necə deyərsən, get dəftər al gətir ki, yoxlama yazı işləri, o vaxtda oxuyanlar. Bu nə biabırçılıqdır ki, get 10 qəpik gətir, 20 qəpik gətir. Bəzi direktorlarda canını qurtarmaq üçün ki, danışırlar kurslarla, hətta regionallardan tapşırıq belədir. Ki, mərkəzləşmiş qaydada ümumi bir test kitabçası çıxardılar, bir gündə də BSG-ni keçirlər. Bu nə biabırçılıqdır, bu nə qiymətləndirmədir. Biz bunu deyirik. Məsələ Ceyhun müəllimin məsələsi deyil. Ceyhun müəllim kimi yüzlərlə məktəb direktorları var. Biz niyə bu məktəb direktorlarını belə ağır vəziyyətə qoyuruq? Biri çəkir, biri yayır, biri obisi olur. Haqlı yayır da. Azərbaycan, Emin Əmrullayev və Elnur Əliyev 100 milyonlarla manat bu 5-10 ildə pul təlimlərlə dağıdıblar. Necə ola bilir ki, Azərbaycan müəlliminin iqti bacarığı o səviyyədə deyil ki, bir SİMA proqramından keçə bilməsin? Niyə məktəb direktoru SİMA proqramını keçirmək üçün hansısa bir gənci çağırmalıdır ki, gəl müəllimlərimi keçir? Necə ola bilər ki, Azərbaycan müəllimi SİMA proqramından sərbəst keçə bilməsin? 21-ci əsrdir. Hanı və İKT ilə bağlı, rəqəmsalla bağlı bu qədər təlimlərin nəticələri. Elə bir müəllim yoxdur ki, o kurslardan keçməsin. Və bilirsiniz, hər bir təlimə nə qədər pul xərclənir? Niyə müəllimin elementar İKT bacarığı yoxdur? Bir SİMA proqramından keçmək nə böyük zülümdür ki, bunun üçün onunla keçməsi alınmır, məktəb direktoru məcburdur, kənardan nümayəndə çağırsın ki, gəlginən. Adam da gəlir, öz əməyi satır da. Neynəməlidir? Məsələ burada direktorun məsələsi deyil, məsələ sistemin məsələsidir. Yaxşı, Dəlməmmədidə olan pul yığımı video yayıldı. Yaxşı, onlarla, yüzlərlə, minlərlə belə məktəb var ki, video yayılmır. O məktəblərdə yığılmır. Nəyə yığılmır? Bütün məktəblərdə yığılmır. Yığmasa neynəsin? Bu boyda məktəbə BSG-ni necə keçirsin? Məktəb direktoru orada qazanc əldə etmir ki. Nə etməlidir? Sistem direktorunun arxasında durmağı bacarmalıdır. Direktorunu, məktəbinin, müəllimi çirkinliklərdən qorumalıdır. Emin Əmrullayev isə zorla bu çirkinliklərin içərisində soxur. Yəni o direktor da, məktəbi də, müəllimi də və cəmiyyətdə nüfuzu sonra da çıxıb utanmazı deyir ki, şəftəli yaza bilməyən müəllimdir də. Aylarla, 1 ildir, 2 ildir adı şəftəli naziri qalmışdı. Kenguriyə qədər. Görürsünüz, mənim müəllimim şəftəli yaza bilmir və görürsünüz nə günlədir. Müəllim ona görə şəftəli yaza bilmir ki, sən nazir olaraq şəftəli günündəsən. Yaxşı sual olunur. 5 il sənin təhsil institutu dövründə direktor olduğun dövrdə, 5 ildə nazir olduğun, 10 ildə nə qədər təlimlərə pul xərclənib, zərrə qədər ləyaqətin burası çıxdı, yine bu qədər xərclənib və o müəllimlərin qiymətləndirməsini keçirmişik, bu nəticələr almış.
Çıxart ortaya, çıxart ortaya və deyinə ki, bu qədər təlimlərə, keçirilən təlimlərə bu qədər pul xərcləmişəm. Hanı nəticəsi? Necə ola bilər ki, bir müəllim bəlkə 2 dəfə, 3 dəfə rəqəmsal İKT ilə bağlı təlimdən keçib, SIMA proqramından keçə bilmir. Bir elektron dərs hazırlaya bilmir. Hanı bəs təlimlərin nəticələri? Hanı o pullar? Bu dövlətin pulu idi axı. Nəticəsi olmayan yerə dövlətin bu qədər pulunu xərcləməyin adı nə idi? Ya bunu müəllim bilmir ki, sən təlimin birini 40%-in qabaqcadan nəqd təhsilinin üstünə alırlar, ondan sonra təlim paketini satırlar. Açıq bazardır. Bunu hamı görür, hamı bilir. O quşlar cinsində bir qaşqaldaq deyilən bir cins var. Başını kolun içinə salır, elə fikirləşir ki, dünya buradan ibarət. Dünya sənin kabinetindən ibarət deyil. Bütün müəllim, bütün sosial şəbəkə hamı görür ki, bugün ölkənin təhsil sistemi hansı vəziyyətdədir. Biz deyirik ki, direktorları qoruyun. Biz deyirik ki, müəllimi qoruyun. Biz deyirik ki, müəllimin nüfuzunu qoruyun. İctimailəşən o qədər bizə materiallar gəlir ki, ictimailəşdirməkdən adam çəkinir. Ki, dərhal gedib direktoru işdən çıxardacaq. Məsələ burada direktorun özündən deyil. Tutam ki, şagird tərbiyə sistemi pozulur məktəbdə. Şagird müəllimi bezdirir, müəllim də əsəbləşib bir şeylə atır onu. Hansı birimizin müəllim döyməyib? Hansı birimizə müəllim acıqlanmayıb? Dərhal da gedib müəllimi işdən çıxardırız. Əgər bir ölkənin təhsil naziri LGBT-ni dəstəkləyən adamdırsa, onun məktəblərində hansı tərbiyə sistemi olar? Və təbii ki, burada başına yığıb bir dəstə feministi və ölkənin təhsil büdcəsini talayır, gəmirir orada. Onun tərbiyə sistemi qura bilmirlər. Amma onun missiyası ölkənin təhsil müəssisələrində tərbiyə sistemini dağıtmaqdır. Dağıtmaqdır. Onun missiyası qurmaq deyil. Və bu pulların yığılmasını isə qadağan həlli yolu deyil. İstənilən bir problem varsa, onu yaradan səbəb var. O səbəbləri aradan qaldırmaq lazımdır. Bu qədər sadə. Əgər sən istəyirsənsə bunu. Təşəkkür edirəm. Canlı yayını paylaşın. Birazdan bu canlı yayımın lenti Tam TV Elşən Qafarovun YouTube kanalına da yüklənəcək. Və demək sizdən xahişim, canlı yayımı bəyənin, paylaşın, qorxmayın. Nə qədər ki, Azərbaycan müəllimi qorxacaq, nə qədər ki, öz haqq səsini qaldıra bilməyəcək, Emin Əmrullayev, Elnur Əliyev kimi sorsun, o necə deyirlər, nəyi ilə böyüyən insanlar gəlib Azərbaycan təhsilini birləşdən dağıdacaqlar. Nəticədə olan da xalqa olacaq, millətə olacaq, dövlətə olacaq. Hə, uzağı nə olacaq? Sabah bir gün cinayət işi açıldı, həbs olundu, vəzifədən uzaqlaşdırıldı. Yığdığı o haram yollarla əldə etdiyi vəsaiti əlindən aldı. Məsələ ona nə oldu? Bu yaxınlarda o məqalanın bütün saytlar vermişdi. Ki, yəni mən bunu açıq şəkildə deyirəm. Emin Əmrullayev dövrü Azərbaycan təhsilinin qara ləkəsidir. Və bizə illər lazım olacaq ki, Emin Əmrullayev dövründə Azərbaycan təhsilinə vurulmuş bu ziyanlar aradan qalsın. Bunun başqa yolu yoxdur. Hələ bizim belə uzaqdan gələn tək-tək nidalardır ya bu. Siz indi görün orada təhsil institutu kimi o qazan var orada bazarda. Və yaxud da Emin Əmrullayevin yaratdığı bazar sistemində daxildə olanlar nələri bilirlər? Nələr var orada? Bax, məsələ buradadır. Milyonlarla Azərbaycan vəsaiti dağılır. LGBT-çilərə, feministlərə peşkəş edilir. Məsələ buradadır. Təşəkkür edirəm hər birinizə və bir daha canlı yayımı bəyənin, paylaşın. Bir qədər sonra Tam TV Elşən Qafarov YouTube kanalında da olacaq və o kanaldan da bəyənib paylaşmağı unutmayın. Uğurlar hər birinizə. 4-cü gün saat 21:00-da sizdən burada görüşəcəyik və bütün suallarınıza çalışacağıq. 4-cü gün
canlı yayımız sizin suallarınız əsasında quraq. Təşəkkürlər hər birinizə. 4-cü gün 21:10.